Bismillahirrahmanirrahim və bihi nəstəin innəhu və xayrun nasirin və mu'in. Hər birinizi Allahın salamı ilə salamlayıram, əziz və dəyərli izləyicilərimiz. Ailə qurmaq mövzusunda 5-ci hissədə siz əzizlərlə birlikdəyik. Bugünkü mövzumuz evliliyin çətinlik və maneələr haqqında olacaq. Bildiyimiz kimi bugünkü cəmiyyətdə gənclərə deyəndə ki, nə vaxt evlənirsən, nə vaxt ailə qurursan, onlar həmin anda evliliyin çətinlik və maneələrini neynirlər? Ortaya atırlar. Və ilk söylədikləri çətinlik də nədir? İlk söylədikləri çətinlik maddi və iqtisadi çətinliklərdir. Sonra digərlərini sıralayırlar. Bu bir həqiqətdir ki, həqiqətən evliliyin qarşısında müəyyən problemlər var. Biz bunu dana bilmərik. Bu hissədə Allahın icazəsi ilə bu çətinlikləri açıqlayacaq və onların həll yollarını siz əzizlərin xidmətinə təqdim etməyə çalışacağıq. Çox təəssüf ki, cəmiyyətimiz arasında həqiqi, saf və ideal bir İslami cəmiyyətlə böyük uçurumlar var. Təəssüf ki, bir çox mövzuda İslam arxa plana keçibdir, həqiqət çöhrəsini göstərməyinə icazə verilməyibdir. Yerini cahillik, bidət, yanlış ənənə, adət, egoizm, şirk və egoist istəklər quru bir bulud kimi alıbdır. Bu səhvlər parlaq İslam günəşinin önünü bağlayıbdır və İslam işığının cəmiyyətə çatmasına mane olubdur. Əgər evlilik və həyat yoldaşı seçkisində İslami meyyarlar əsas götürülsəydi, bugün cəmiyyətimizdə demək olar ki, heç bir problem olmazdı. Amma hansı İslam? Əlbəttə ki, hər cür təhrif və bidətdən uzaq Hz. Muhammed Salavatullahın gətirdiyi İslam. Nə ki Avropa İslamı, nə ki Amerika İslamı, Türkiyə İslamı. Hz. Muhammed Salavatullahın gətirdiyi həqiqi İslamdır. Heç kitablarda oxumamısınız ki, Peyğəmbər Salavatullah bir yığıncaqda bir neçə dəqiqənin içində evliliyin bütün mərhələlərini həll edir. Bir qız istəmək, mehriyə təyin eləmək, evlilik, əqdi, oxumaq, bitirdiyin və daha sonra cütdüyün əllərin bir-birinə verib evlərinə göndərdiyin. Bunları heç oxumamısınız? Yəni qarşınıza çıxmayıb, rast gəlməyib ki sizə. Bunlar əfsanə və yaxud da möcüzə deyil. Hz. Muhammed Salavatullahın gətirdiyi həqiqi İslamdır. Bugün də saf İslam eyni İslamdır, eyni güzə və xüsusiyyətə malikdir. Lakin saf, təmiz olmayan biz müsəlmanlarıq. Burada bir dənə də haşiyə olaraq qeyd eləmək istəyirəm ki, bəzi insanlar bir dindardan səhv iş görəndə, yanlış iş görəndə o saat İslama qarşı bədmin olurlar. Bu da müsəlman. Qardaş, sən niyə görə İslama baxmırsan, həqiqi İslama nəzər salmırsan, İslam rəhbərlərinə nəzər salmırsan ki, Hz. Muhammed Salavatullah, 12 imam, onlar bu hərəkəti eləyibdi, eləməyibdi. Sən İslama nəzər salsın, görəcəksən ki, onlar bu hərəkətləri eləməyibdi. Bizim hər birimiz günah və xəta eləyə bilərik, amma sən bax ki, həqiqi İslamda belə bir şey var, yoxdur. Yəni, yanlış bir prizmadır ki, sən İslama bu cür baxasan, şəxslər tərəfindən baxasan. Bax, amma məsumlara bax, Peyğəmbərimizə və onun əhl-i beytinə. İndi yaxşı, nə etmək lazımdır? Evliliyin önündəki çətinlik və maneələrə həll yolları tapmaq lazımdır. Uzun vədəli və qısa vədəli həll yolları var. Uzun vədəli yolları böyüklər, hökumət adamları, mütəfəkkirlər, müəllimlər və sairlərin maraqlandırır. Bu kəslər cəmiyyətin məsləhəti üçün problemləri həll etmək üçün yollar tapmaq məcburiyyətindədirlər. Qısa vədəli həllər isə ata və ananı, gəncləri maraqlandırır. Onlar bu vəziyyət qarşısında nə etməliyik deyərək təcili həll yolları tapmaq məcburiyyətindədirlər. Ki, biz hal-hazırda uzun vədəli həll yollarından yox, qısa vədəli həll yollarından danışacağıq. Yaxşı, birinci maneə nədir? Birinci maneə maddi və iqtisadi çətinlik. Bu çətinlik əslində cəmiyyətin ortaya qoyduğu süni bir dənə çətinlikdir. Lakin həqiqətdə belə bir problem evliliyin çətinliklərinin bir parçası deyil. Bunu insanlar bu cür eləyiblər. Əgər bizim həyatımız həqiqi mənada İslam fitrəti üzərində olsaydı, belə bir çətinliklə əsla qarşılaşmazdıq. Və ya bu çətinlik çox az bir şəkildə özün büruzə verərdi.
Bu çətinlik üçün evlənməmiş olan çox az gənc var. Lakin neyniyək ki, indi belə bir çətinlik var. Bunu da öz ictimaiyyətimiz doğurubdur. Bu çətinlikləri aşa biləcək həlli tapmaq üçün düşünməyimiz lazımdır. Neyniyək ki, bunun həll yolunu tapaq? Birinci həll yolu ilahi kömək. Allah və İslam liderləri bu mövzuda müjdələr, ümidləndirici vədələr veriblər. Bunlar gənclərə güvən və ümid verən köməkçilər ola bilərlər. Bu müjdə və vədlərə güvənib iman gətirmək lazımdır. Onların vədləri dəyişməz və sözlərində xilaf olmaz. Evlənmək istəyən və önlərində iqtisadi çətinliklər olduğunu görən gənclərə bu vədlər qədər ümidverici və rahatlaşdırıcı heç bir dəstək və köməkçi yoxdur. Bu kömək vədləri insanda cəsarət və qorxusuzluq icad eləməkdədir. İndi onlardan bir qisminə toxunacağıq. Allah Teala Nur surəsi 32-ci ayədə buyurur ki, aranızda olan subay oğlanları və ərsiz qadınları, əməli salih kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldularsa, Allah öz lütfü ilə onları dövlətli eləyər. Allahın lütfü, mərhəməti genişdir, hər şeyi biləndir. Bu kəfalət Allahın açıq zəmanətidir. Hansı zəmanət Allahın zəmanətindən daha etibarlı ola bilər ki? Təbii ki, heç bir zəmanət. Əziz gənc qardaşım və bacım, bu vədlərə bütün varlığınızla inanın. Allahın icazəsi ilə gələcəkdə bu inancın nəticələrini və meyvələrini qəti olaraq görəcəksiniz. Demir, İslam demir ki, otur əlvi qoy əlvin üstünə, heç bir hərəkət eləmə, pul qazanma, Allah pulu tökəcək başına. Xeyr, onu demir. Allah deyir ki, işdə çalış, puluvu qazan, üst-üstə qoy ki, gəncliyində puluvu üst-üstə qoy ki, gələcəkdə ailə quranda bir miqdar pul sənə lazım olacaq. Qalanın mən həll eləyəcəm. Nə ki, sən otur əlvi qoy əlvin üstünə, heç bir hərəkət eləmə ki, Allah bir nəfər göndərəcək. Hətta indi cavanlar xanım axtarmağa da ərinirlər. Əşi yoxdur. Niyə yoxdur qardaş? Valla var. Sadəcə axtarmaq lazımdır. Biz elə istəyirik ki, hansı Kərbəlayı, hansı dua lazımdır mənə? Hansı duanı oxuyum ki, Allah mənə bir dənə salihə xanım nəsib eləsin? Qardaş, dua da öz yerində. Dua da lazımdır. Dua eləmək də lazımdır. Amma dua ilə bərabər gərək sən də addım atasan, sən də hərəkət eləyəsən. O quşları görmüsünüz? Quş balalarını görmüsünüz? O ağızlarını açırlar yuvada, analar gələn kimi ağızlarını açırlar, həmin anaları ağızlarına həmin o yeməkləri qoyur. İndi biz də istəyirik ki, o cür elə ağzımızı açaq göyə, Allah bir nəfər yetir. Xeyr, elə bir şey yoxdur, sən özün də hərəkət eləməlisən. Şəxsən bir neçə insanlar var ki, onlar evlənməmişdən qabaq nümunələr var, belə insanlar tanıyıram. Evlənməmişdən qabaq çətinlikləri vardı, sıxıntıları var idi. Ailə qurandan sonra öz şəraitlərini qurdular, işlərini qurdular. İndi həmin o şəxslər, bir neçə şəxslər tanıyıram ki, həmin o şəxslər ailə həyatı qurublar və ailə həyatları da neyniyir? Davam eləyir. Yəni insan qorxa ki, mən evlənərəm, pulum çatmaz falan filan, bundan gərək qorxmayasan. İşdə puluvu qoy üst-üstə, qalan məsələləri bırax Allahın öhdəsinə. Gör Allah sənin işlərini yoluna qoyur, yoxsa yox. Amma elə insanlar var ki, evlilikdən qabaq hər şeyləri var idi, amma indi evlənirlər, ailə qurublar, amma o xoşbəxt həyata sahib deyirlər. Və yaxud da elə insanlar var ki, keçən dərslərimizə toxunmuşduq ki, o insanlar nə ediblər? Çalışıblar ki, evim olsun, maşınım olsun, hər şeyim olsun, ondan sonra evlənib, artıq bunlar da gəlirlər, ömürlərinin payız dövrünə girirlər. O vaxtda ki, evlənmək üçün münasib deyil. Hz. Peyğəmbər salavatullah bir hədisində buyurur ki, subaylarınızı evləndirin. Çünki Allah bu evlilik üçün onların əxlaqlarını gözəlləşdirəcək. Ruzi və mallarını genişləndirəcək. Onların möhtərəmliklərini və dəyərlərini artıracaq. Bir hədisdə İmam Sadiq əleyhissalamdan buyurur ki, ruzi qadın və ailə ilə birlikdədir. Həqiqətən bu cürdür, valla. Bir ailəli bir insan olaraq deyirəm ki, mən nə vaxt ki, ailəm üçün nəsə bir şey alıb gətirmişəmsə, Allah onun neçə qatını qaytarıb mənə. Həqiqətən bərəkətdir. Ailə qurmaq bərəkətdir. Subaylıq, sultanlıqdır falan, boş söhbətlərdə olar.
subaylıq sultanlıqdır. Subaylıq səfirlikdən başqa bir şeydir. Evlilik sultanlıqdır. Sadəcə düzgün qurmaq lazımdır. Düzgün insanı seçmək lazımdır. Elə bir insanı sevəsən, seçəsən ki, axırda sənin başına bir çox hadisələr gətirə, sənin üzvü yerə sürtə, peşman olasan. Bu cür insanlar yox. Gərəkdir ki, Allahın buyurduğu kimi insanları seçəsən. Bir nəfər ailə qurmayan bir gənc gəldi Həzrəti Peyğəmbər Salavatullahın yanına. Deyir ki, ya Rasulallah, kasıbçılıqda problemlərim çoxdur. Neyiniyim? Mənə bir də yol göstər. Bu yoxsulluqdan, pərişanlıqdan xilas olmaq üçün neyiniyə bilərəm? Peyğəmbər Aleyhisselam deyir ki, evlən. Bu deyir ki, ürəyində dedi ki, mən özüm dolana bilmirəm. Peyğəmbər Aleyhisselam deyir ki, ged evlən. Mən özüm dolana bilmirəm, xalqın qızını gətirəcəm evimə, ona necə baxacam. Amma dedi ki, Peyğəmbər Aleyhisselam boş söz deməz. Getdi, çətinliklə də olsa evləndi. Yavaş-yavaş rahatlıq tapmağa başladı və sonunda kasıbçılıqdan xilas oldu. Yenə də deyirəm, addımını atacaqsan, pulumu yığacaqsan, üst-üstə işlərini görəcəksən, qalanın söykənəcəksən Allaha, Allah özü həll eləyəcək. Bu müjdələrə, sadəcə bu müjdələrə, doğru vədlərə ürəkdən inanasan, diqqət eləyəsən, insanın ürəyində Allahın yardımlarına inam hissini doğurmaqda insana dinclik və arxayınlıq verməkdədir bu müjdələr. Ona görə də bunlara inanmaq lazımdır. Beləcə insan işlərin görüb, sonra Allaha təvəkkül eləsə, çətinliklər və maneələr qarşısında qorxusuz olacaq. Yavaş-yavaş Allah onun işlərini həll eləyəcək. Gənc insan Allahın razılığı istiqamətində hərəkət edərək onun əmrlərini yerinə yetirmək, ruhi və cinsi xəstəliklərdən, fəsadlardan qorunmaq və həqiqi saadətə çatmaq üçün evlənmək istədiyi zaman Allahın rəhməti və bərəkəti heç şübhəsiz onun köməkçisi olacaqdır. İlahi kömək onun imdadına çatacaq və ona bu müqəddəs hədəfində dəstək olacaq. Vəssalamun aleykum və rəhmətullahi və bərəkətuh. İnşallah ki, gələn günlərdə, gələn dərslərimizdə bu çətinliklər barəsində başqa mövzularda inşallah toxunacağıq və onların da həll yollarını siz əzizlərə çatdıracağıq.